Suriyadan qaçan ermənilər üçün Azərbaycanın işğal altındakı Laçın rayonu ərazisində 37 evdən ibarət kiçik qəsəbə inşa ediləcək. Bu haqda Qondarma Dağlıq Qarabağ Respublikasının necə deyərlər baş nazirinin müavini Artur Ağabehyan bildirib. Tikinti üçün vəsait isə Qarabağda dekabrın 28-də keçirilən ilk milli loteriyadan əldə edilmiş gəlirdən götürüləcək. Qəsəbənin salınması üçün coğrafi baxımdan əlverişli ərazi seçilib. Evlər Həkəri çayının sahilində Laçın rayonu mərkəzindən Ermənistana və Xocavənd rayonuna gedən yolların kəsişməsində tikiləcək. Ağabehyan jurnalistlərə bildirib ki, qəsəbənin salınması Qarabağda məskunlaşdırma proqramı çərçivəsində həyata keçirilir. Tikinti işləri yaxın vaxtlarda başlayacaq. Dağlıq Qarabağda lotereya 300 min ədəd buraxılıb. Onlardan 261 mini çoxdan satılıb. Biletlər biri 5 dollardan olmaqla həm Qarabağda, həm Ermənistanda, həm də erməni diasporu arasında satılıb. Gəlirin 40% uduşların ödənilməsinə, 40% evlərin tikintisinə, qalan 20% nəşriyyat xərclərinə ödənilib. Əsas uduşlar kimi Xan kəndində mənzil, avtomobil və Qarabağa 300 turist putyovkası, habelə Xan kəndi və Şuşada toxunmuş 300 xalça oynanılıb. Bildirilir ki, 2014-cü ildə də loteriya oynanılacaq və bu dəfə də tiraj 1 milyon nüsxə olacaq. Hazırda Laçında yaşayan Suriya ermənisi Vardan Petrosyan bildirib ki, bu ərazilərdə məskunlaşmaq istəyən çoxdur. Çünki təsərrüfatla məşğul olmaq, əkib becərmək üçün burada hər cür şərait var. Lakin mənzil problemi çoxlarının qarşısında ciddi əngəldir.